Uşaqlar, həyat bilgisi dərsi yurdumuza bahar gəlir mövzusu. Gəlin, kitabdakı şəklə uyğun biz də nə öyrənmişiksə, onları ardıcıl sadalayaq. İsmaildən başlayaq. İsmail, buyur. Mən Novruz bayramında keçənlər çosa uşaqlara hədiyyə gətirir. Tonqal suya tullandırır. Deyir ağırlığım, uğurluğum odda yansın. Sonra səməni düzəldirlər, şam yandırırlar. Novruz bayramına aid şəkil çəkirlər. Novruz bayramında kürsüdə qalmaq olmaz. Yumurta döyüşdürürlər. Sonra... Afərin, bu qədər bəs edər. Məryəm, sən nələr bilirsən Novruz bayramı haqqında? Novruz bayramında səməni əkirik, yumurta döyüşdürürük, papaq atırıq. Paxlava pişiririk, şəkər bura pişiririk. Doğru. Sonra nələr bilirsən? Bax şəkilə, yadva düşəcək. Dərslikdə şəkilə var. Nələr görürsən şəkildə? Tonqal üstünə qaldırırıq. Afərin. Gəl indi yumurtalar gətirmişsiniz. Onlar da döyüşdürün Novruz adət ənənəsinə uyğun olaraq. Buyur. Yox. Necə tuturuq əlimizi? Tutursan belə. Aha. Vur görüm qızım. Haydi. Ölünmədi. Kəsilmədi. Məryəm uduzdu. Məryəm, İsmail. Mən qazandım. Əyləş. Keçdik. Mən qazandım. Keçdik Rızaya. Rıza, buyur nə məlumatlar verirsən seçdə. Novruz bayramından tonqal qalıyırlar. Tonqalın üstündən hoppanırlar. Keçər və çosa uşaqlara hədiyyə edirlər. Novruz bayramında səməni əkirlər. Yumurta döyüşdürürlər. Ucadan Rıza. Yumurta döyüşdürürlər. Novruz bayramında Azərbaycana aid paltarlar geyinirlər. Milli paltarlar geyinirlər, bəli. Yumurta döyüşdürürlər. Tonqalın ətrafında izlənirlər. Tonqalın üstündən atlanırlar. Keçər və çosa uşaqlara hədiyyə gətirir. Afərin. Sonra Ülkərə keçək. Ülkər, buyur. Şəkil bax, danış qızım. Nələr görürsən şəkildə? Qar qızı gəlir. Bahar qız. O bahar qızdır. Bəli. Bahar qızı gəlir. Paxlavalar pişirilir. Yumurta Boyanır. boyanır. Çosa gəlir. Çosa və keçər insanları əyləndirir. Şən mahnılar oxuyurlar. Paxlava pişirirlər. Şəkər bura pişirirlər.